Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz. Hər birinizi ayə-bayə verilişində xoş gördük. Bəli, çatdıq kitabın 3-cü cildi, yəni Quranı oxuyub başa düşürəm. Bu kitab 3 cilddən ibarətdir və satışda da var, əldə edə bilərsiniz. Çox dəyərli və gözəl izahlı bir kitabdır. Siz bu kitabların vasitəsilə Quran-Kərimi oxuyub başa düşə bilərsiniz və bu kitabın artıq biz 3-cü cildindəyik və Allahın izni ilə 33-cü dərsdən başlayırıq və bu kitabı sona çatdırandan sonra belə deyək, 3 cildinin 3-ü də tamamlanacaq. Siz YouTube kanalımızda, yəni Quran TV-də olan bu dərslərin vasitəsilə və kitabın üzündən ki, biz bu kitabı ekranlaşdırmışıq, bu kitabın üzündən oxuyub, təmrinləri məşq edərək siz Quran-Kərimin mənasını gözəl bir şəkildə başa düşə bilərsiniz. Bəli, çatdıq 3-cü cild və 33-cü dərs Allahın elmi. 3-cü cilddə təbii ki, ayələr biraz böyükdür və biraz da mürəkkəbdir. Çünki kitab sahibi nəzərə alıb ki, artıq biz 2 cilddə demək olar ki, Quran-Kərimi tərcümə eləməyin müəyyən qədərin öyrənmişik, onun üçün böyük ayələr verib. Bəli, Allahın elmi haqqında ayələri oxuyacaq. Gəlin birinci ayələrimizi oxuyaq və sonra inşallah keçək ayələrin izahına. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. كتب عليكم القتال وهو كره لكم وعسى أن تكرهوا شيئا وهو خير لكم وعسى أن تحبوا شيئا وهو شر لكم والله يعلم وأنتم لا تعلمون يعلم ما بين أيديهم وما خلفهم ولا يحيطون بشيء من علمه إلا بما شاء وهو العلي العظيم ويعلم ما في السماوات وما في الأرض والله على كل شيء قدير هم للكفر يومئذ أقرب منهم للإيمان يقولون بأفواههم ما ليس في قلوبهم والله أعلم بما يكتمون ومن يطع الله والرسول فأولئك مع الذين أنعم الله عليهم من النبيين والصديقين والشهداء والصالحين ذلك الفضل من الله وكفى بالله عليما وعنده مفاتح الغيب لا يعلمها إلا هو ويعلم ما في البر والبحر ألا إن لله ما في السماوات والأرض قد يعلم ما أنتم عليه والله بكل شيء عليم والله يعلم ما في قلوبكم وكان الله عليما حليما إن الله عالم غيب السماوات والأرض إنه عليم بذات الصدور هو الأول والآخر والظاهر والباطن
وهو بكل شيء عليم. Sadaqallahul aliyyul azim ve sadaka rasuluhun nebiyyul kerim. Bəli, dərsimiz Allahın elmi haqqındadır. Gəlin dərsimizin birinci lüğətlərinə nəzər salaq və sonra inşallah dərsimizi davam edək. Əsməun, adlar, əvvəlu, əvvəl, batinun, batin, gizli, bəhr, dənizə deyilir, tə'ləmunə, bilirsiniz, zətun, daxil, zat, cövhər, sirrun, sir, gizli, sə'yun, çalışmaq, sünnətun, adət, üslub, şühədəun, şahidlər, siddiqun, düz danışanlar, zahirun, zahir, aşkar, kufranun, naşükür, 14-cü, məcnunun, dəli, ə'ləmu, daha elmli, əfvahun, ağızlar, ən'əmə, nemət verdi, əydi, əllər, bərrun, quru və yaxud da quruluq, tuhibbu, sevəsiniz, həlimun, təmkinli, xalfun, sonra, arxa, şəə, istədi, sudurun, sinələr, qəlblər, əsə, ümid var və yaxud da ola bilsin, bəzən çox vaxt bu mənalarda verir. Alləmə, öyrətdi, kəfə, kifayətdir, lə yuhitunə, əhatə etmirlər, məfatihun, açarlar, yuti'u, itaət etsin, yəkfurunə, gizlədirlər. Bu bizim lüğətlərdir və lüğətlərə baxış etdik. İnşallah ümid edirəm ki, bu lüğətləri əzbərləyəcəksiniz. Bəli, gəldik sual və tapşırıqlar bölümünə kitabımızda. Düzgün variantları seçib və onları işarə eləyəcək. Bir neçəsini mən deyəcəm, qalanını özünüz tapacaqsınız. Birincisi, ta'ləmunə, tuhibbunə, yəktumunə. A bəndi, bilirlər, sevirlər, gizlədirlər. B bəndi, bilirsiniz, sevirsiniz, gizlədirlər. Burada B variantı doğrudur. İkinci, əfvahun, məfatihun, əydi. A bəndi, ağızlar, əllər, açar. B bəndi, ağızlar, açarlar, əllər. Burada yenə B bəndi doğrudur. Üçüncü, şəə, ən'əmə, kəfə. A bəndi, istədi, nemət verdi, kifayətdir. B bəndi, istəyir, nemət verir, kifayətdir. Burada A bəndi doğrudur. Dördüncü və beşinci bəndləri özünüz tapacaqsınız. Bərrun, xalifun, əsə tərcümələrində görürsünüz. Beşinci, ələmu, sudurun, zətun. Bunları da siz özünüz tapacaqsınız. Keçirik tapşırığımızın B bəndinə. Burada Azərbaycan dilində oxuyuruq və ərəbcə tapırıq hansı variant düzdür. Birincisi, sevirsiniz, itaət edir. A bəndi, tuhibbu, yuti'i. B bəndi, tuhibbunə, yuti'u. Hansı doğrudur? Bəli, burada B bəndi doğrudur. İkinci, dəniz, quru. A bəndi, bəhrun, bərrun. B bəndi, bərrun, bəhrun. Burada A bəndi doğrudur. Üçüncü, nemət verdi, ağızlar. A bəndi, ən'əmə, əydi. B bəndi, ən'əmə, əfvahun. Burada B bəndi doğrudur. Bəli, dördüncü, arxa, sinələr, ekranda da görürsünüz. Beşinci, itaət etsin, sevəsiniz. Bunları da özünüz tapacaqsınız. Keçirik digər, yəni ikinci tapşırıq, doğru cavabları müəyyənləşdirək. Bəli, birinci ərəbsini oxuyuruq. Və indəhu məfatihul qaybi lə ya'ləmuhə illə hu. Təbii ki, bu ayədən götürülüb və bunu biz görək doğru cavab hansıdır. A bəndi və onun yanındadır qeybin açarları, bilmir onları ondan başqası. B bəndi və Allahın yanındadır qeyb xəzinələrinin açarları, bilir onları yalnız Allah. Biz burada A bəndin götürəcəyik. İkinci, və lə yuhitunə bi şeyin min ilmihi illə bimə şə. A bəndi, əhadə etmədilər Allahın elmindən bir şeyə, onun özünün istədiklərindən başqa. B bəndi, əhatə etmirlər bir şeyə, onun elmindən, onun istədiyi qədərindən başqa. Biz burada B bəndini götürəcəyik. Üçüncü,
İnnallâhe alimun gaybis semâvâti vel ard. A bəndi, həqiqətən Allahın elmi var, yerin və göyün qeybinə. İkinci, yəni B bəndi, həqiqətən Allah biləndir göylərin və yerin qeybini. Burada biz B bəndin seçəcəyik. 4-ü və 5-i siz özünüz yenə həll edirsiniz. Asə an tuhibbu şey'en və huve şerrun lekum. Görürsünüz ekranda və 5-ci hum lil kufri yevme izin aqrabu minhum lil iman. Bunlar da özünüz seçəcəksiniz. Bəli, gəlirik Azərbaycan dilində oxuyuruq və ərəbcə tapırıq. Birincisi, Allah daha yaxşı bilir o şeyləri ki, gizlədirlər. A bəndi. İnnehu alimun bizati sudur. B bəndi. Vallahu a'lemu bima yaktumun. Yaktumun yadınızda olsa oxumuşduq. Bəli, bu gizlətməyə deyirlər. Biz B bəndini seçirik. İkinci, bilin həqiqətən Allaha məxsusdur. Hər nə varsa göylərdə və yerdə. A bəndi. İnnallaha alimun gaybis semavati vel ard. B bəndi. Ələ inne lillahi ma fis semavati vel ard. Bilin, agah olun, ələ mənasındadır. Biz burada B variantını seçirik. 3. Və o hər şeyi biləndir. A bəndi. Və huve bi kulli şeyin alim. B bəndi. Vallahu bi kulli şeyin alim. Burada biz A bəndini seçirik. Yenə çatdıq 4-5-ci bəndlərə ki, özünüz həll edəcəksiniz və Allah bilir hər nə varsa qəlblərinizdə. 5-ci, şübhəsiz o biləndir qəlblərinizdə olanları. Bəli, çox gözəl, maraqlı testlərdir bunlar. Çatdıq biz deməli ayələrdən seçilmiş bəzi cümlələr, qısa cümlələr. 12 dənədir, bunun da bir neçəsini oxuyacağam. Birinci, və indahu, onun yanındadır. Məfatihul qayb, qeybin açarları. 2, və ya'lamu ma fil berri vel bahr, bilir dənizlərdə və quruda olanı. 3-cü, ya'lamu ma beyne eydihim və ma xalfahum, bilir sizin qarşınızdakıları və arxanızdakıları, önünüzdə və arxanızdakıları. 4. Və la yuhituna bi şeyin, əhatə etmirlər bir şey min ilmihi, onun elmindən, illə bimə şə, məgər istədikləri. 5. Vallahu ya'lemu və entum la ta'lamun, ekranda görürsünüz. Hum lil kufri lil imə. 6. Hum lil kufri yevme izin aqrabu. 7. Yəqulunə biəfvahim mə leysə fi qulubihim və qalanında siz ekranda görürsünüz. Bunların hamısını bir-bir oxuyun və tərcümə edin. Bunlar tərcüməyə çox yəni kömək edən amillərdir. Bəli, çatdıq, tapşırımız ayə verilir və ayənin tərcümələrində boş yerlər buraxılır. Siz o boş yerləri doldurursunuz. Deməli, ya'lamu mə beynə əydihim və mə xalfahum və la yuhituna bi şeyin min ilmihi illə bimə şə. Bilir hər nə varsa onlardan öncə və boş yer buraxıb və əhatə etmirlər bir şeyə, boş yer buraxıb, onun istədiyi və boş yer buraxıb. Bunu özünüz dolduracaqsınız həmin boş yerləri. 2. Ələ innə lillahi ma fis semavati vel ard qad ya'lamu ma entum alayhi. Boş yer buraxıb, həqiqətən Allah üçündür, yenə boş yer buraxıb, göylərdə və yerdə şübhəsiz yenə boş yer buraxıb, o şeyi ki siz yenə boş yer buraxıb. 3-cü, yəqulunə bi əfvahihim mə leysə fi qulubihim vallahu a'lamu bimə yaktumun. Deyirlər boş yer buraxıb, o şeyi ki yenə boş yer buraxıb, qəlblərində və boş yer buraxıb, daha yaxşı bilir boş yer buraxıb. 4-cü və 5-ci özünüz burada ekranda görürsünüz. Artıq mən oxumayayım bunları. Və mən yutəilləhə və zəlikəl fadlu, bunlar da 5-cidir. Siz bunları deməli oxuyun və tərcüməsini tapın. Bəli, çatdıq dərsimizin bu hissəsində kitab sahibi bilir ki, artıq siz bir neçə 2 cild kitab oxumusunuz və oxucuları artıq Quran ayələrini tərcümə edə bilir. Yenə Qurandan burada 6 dənə ayə verib tapşırıq olaraq ki, tərcümə edin. Məsələn, Bəqərə surəsi 31-ci ayədən və əlləmə Ədəmə əsməə kulləhə, öyrətdi Adəmə əsmə adları kulləhə, hamısını ona. Sonra gəlir Bəqərə 133
Ənbiya 94, Furqan 6, Fatir 43 və Qələm surəsi 51-52-ci ayələr. Bunları da özünüz ekranda görürsünüz. Saxlayın ekranı və bunları yazın dəftərinizə və üzərində işləyin. Bəli, dərsimizin çatdıq məfahim hissəsinə, yəni biz Allahın elmindən danışanda, Quran-ı Kərimə baxanda görürük ki, çoxlu ayələr var ki, Allahın elmindən danışılır. Məsələn, وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٍ. O, hər bir şeyi biləndir. Allahın elminin əhatəsi yoxdur. Yəni, elə bir elm yoxdur ki, Allah onu bilməsin. Bu ayəyə diqqət edin. وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُ. Qeybin, yəni insan üçün ən maraqlı olan qeybdir. Yəni, bu ayədə deyir ki, qeybin açarları Allahın əlindədir. لَا يَعْلَمُهَا إِلَّا هُ. Ondan da başqa heç kəs bilmir. Və müəyyən bir şəxslər var ki, əgər onlara icazə verərsə, onlar da bilər. وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ. Dənizlərdə, quruda, hər nə varsa, hamısın biləndir. İnna Allah alimun. Allah alimdir. Nəyə? Qaybus səmavati vəl ard. Göylərin qeybinə və yerin qeybinə. Yəni, göylərdə nə gizlinlər varsa, yerdə nə gizlin şeylər varsa, Allah hamısına agahdır. Alim Allah və varlıq aləminin idarəsi. Bəzən vaxtda bizim sevdiyimiz şeylər var ki, Allah deyir ki, onlar sizə xeyrsizdir və bəzən vaxtı sevmədiyimiz şeylər var ki, Allah deyir ki, o sizə xeyirdir. Yəni, varlıq aləmində, ələlxüsus bəşəriyyətin xoşbəxtliyi yolunda Allahın elmi, Allahın idarəçiliyi, Allahın bizə xeyir gördükləri və Allahın bəzi şeylərdən bizi çəkindirməsi. Bu Allahın elminə aiddir. Məsələn, "Əsə ən təkrahu şeyən və huve xayrun lakum." Bir şeydən acığınız gəlir ki, o sizə xeyirdir və ya "Ən tuhibbu şeyən", ayəni qısa oxuyuram, "və huve şerrun lakum." Bəzi sevdiyiniz var ki, o da sizə nədir? Deməli, şərdir. Və yaxud da "Ya'lemu ma beyne eydihim və ma xalfahum." O bilir sizin önünüzdə olanları və sizin arxanızda olanları. Və onun elmi hər bir şeyi əhatə edir. Diqqət edirsiniz? Yəni, insan bir sözlə özün Rəbbinə buraxsa ki, onu Quran-ı Kərim təvəkkül deyir. "Və men yetevəkkəl alallahi və huve hasbuh." Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edir. Budur. Bəli, yəni belə olan halda bizim həyatımızın o rəsm xəttin Allah özü çəkəcək və axirətə də üzü ağ aparacaq bizi. Bəli, bu dərsimizin ümumi olaraq məzmunuydu. Yenə dərsin sərbəst çalışmasında Quran ayələri verir, maraqlı Quran ayələrdir, 9 dənə ayə verir. Bunları inşallah siz özünüz həll edəcəksiniz. Amma gələk dərsimizin maraqlı hissəsi ayələrin tərcüməsinə inşallah kəlmə-kəlmə tərcümə edək və siz də bu tərcümələrdən yararlanın. Birinci ayə dərsimizdə Bəqərə surəsi 216-cı ayə. Kutibə aleykumul qital. Sizə döyüş vacib oldu. Və huve kurhul lakum. Bir halda ki, burada vav haliyyədir. Bir halda ki, sizin ondan xoşunuz gəlmir. Və əsə, ümid var, ən təkrahu şeyən, bir şeydən acığınız gəldiyi halda və huve şerrun lakum. O sizə zərərlidir, şərridir. Və əsə ən tuhibbu, ümid var ki, bir şeyi sevəsiniz, şeyən, və huve şerrun lakum. O sizə şərr olsun. Vallahu ya'lemu və entum la ta'lamun. Allah bilir və entum la ta'lamun, siz bilmirsiniz. Bəli. Bax, görürsünüz, bəşər burada bir tərəfin bilir, bir tərəfin bilmir. Amma Allah hər iki tərəfi bildiyinə görə bəzi şeylər var ki, o bizim gözümüzdə şər olaraq keçir, amma Allahın yanında xeyirdir. Məsələn, o xəstənin misalında bir yeməyi sevir, halbuki onun zərərinədir. Halbuki həkim burada deyir ki, sən bu yeməyi yeməməlisən. Xəstə həkimə əsəbləşir, həkimdən narahat olur ki, necə olur mənim sevdiyim yeməyi mənə qadağa qoyur. Amma həkim onun xeyrinə deyir ki, sən bunu yemə.
Xəstə bilmir, həkim bilir. Həkim onun xeyrini istəyir, amma xəstə onun sevdiyi yeməyi onun əlindən aldığı üçün həkimə narahat olur. Bəli, gəl ayənin ümumi mənasına baxaq. Sizin üçün döyüş yazıldı və yaxud da vacib oldu və yaxud da qərara alındı. Halbuki sizin xoşunuza gəlmir. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz. İkinci ayə, Bəqərə surəsi 255. Ya'lamu ma beynə əydihim. Bilir o şey ki, sizin qarşınızdadır. Və ma xalfahum, sizin arxanızdadır. Və la yuhituna, əhatə etmirlər bir şeyi min ilmihi, elmi, onun elmi. Burada min zaidədir, artıqdır burada. Yəni əslində bir şeyin ilməhu, onun elmi. İllə biməşə, istədiyinə elmini verir. Və huval aliyyul azim. O, ucadır və əzəmət sahibidir. Tərcümə belədir. İnsanların qarşısında olanı da, arxasında olanı da bilir. Və onlar onun elmindən, onun istədiyindən başqa heç bir şeyi bilə bilməz. O çox uca və böyükdür. Keçirik 3-cü ayə. Və ya'lamu ma fis-semavati və ma fil-ard. Və bilir o şey ki göylərdədir, yəni göylərdə olanı. Və ma fil-ard, o şey ki yerdədir. Vallahu ala kulli şeyin qadir. Allah hər bir şeyə qadirdir. Ali İmran surəsi. Gəlin ümumi tərcüməyə baxaq. Həmçinin göylərdə olanları da, yerdə olanları da, olanı da bilir və Allah hər bir şeyə qadirdir. 4. Hum lil kufri yevme izin əqrabu minhum lil iman. Biraz mürəkkəb ayədir. Yəqulunə bi əfvahihim. Deməli, onlar lil kufri, küfrə o gün əqrabu, yaxındır, minhum lil iman. İmandansa küfrə. Yəni, onlar həmin gün imandan çox, imandansa küfrə daha yaxın olacaqlar. Yəqulunə bi əfvahihim, ağızları ilə deyərlər, ma leysə fi qulubihim. O şey ki, qəlblərində deyil. Yəni, qəlbdən danışmazlar da, ağızdan söz gəlişi danışarlar. Vallahu a'lamu, Allah bilir, bimə yaktumun. O şey ki, neynəmsiz? Gizlədirsiniz. Ümumi tərcümə belədir. Onlar həmin gün imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi neynirlər? Deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir. 5-ci. Və mən yuti'illəhə, kim Allaha itaat etsə və rasulə və Peyğəmbərə itaat, Rasuluna itaat etsə, fəulaikə, pəs onlar məəlləzinə, o kəslərləndir ki, ən'amallahu aleyhim, Allah onlara nemət verib. Nemət verilən şəxslər kimdir? Minən nəbiyyin, Peyğəmbərlər, və sıddiqin, doğru danışanlar. Bəli, doğru danışanlar görün, doğru danışmaq nə qədər əhəmiyyətli bir şeydir ki, Allah onları nemət verilmiş şəxslərin sırasında adını çəkir. Və şühədə, şəhidlər, və salihin, salihlər. Təfsirdə burada Cavad Amili deyir ki, və salihin, yəni salihin kəlməsi nə zaman əl artiklı ilə gəlirsə, o zaman burada əhl-i beyt nəzərdə tutulur. Zəlikəl fadlu, bu fəzil minallah, Allahdandır və kəfə billahi alimə və Allahın bilməsi kifayət edər. Ümumi mənaya baxaq, Allah və onun Peyğəmbərinə itaət edənlər Allahın nemət verdiyi kəslərlə, yəni Peyğəmbərlərlə, düz danışanlarla, şəhidlərlə və salih insanlarla birlikdədirlər. Bu Allah tərəfindən olan əta və bəxşişdir. Burada fəzil, əta və bəxşişə deyirlər. Allahın bilməsi kifayətdir. Gözəl ayədir. 6-cı. Və indəhu məfatihul qaybi, və indəhu onun yanındadır. Məfatih açarlara deyirlər. Qayb, qeybdə olana deyirlər. La ya'lamuha, bilmir, illahu ondan başqa, və ya'lamu mə fil bərri vəl bəhr, və bilir quruda olanı və yaşda olanı. Ümumi mənaya baxaq, qeyb xəbərlərinin açarı onun yanındadır. Onları ondan başqa
heç kəs bilmir. Quruda və dənizdə olanı bilir. 7-ci, ələ, agah olun, innə həqiqətən lillahi, Allah üçündür, ma fis səmavati vəl ard, göylərdə və yerdə olan, qad ya'lamu ma entum aleyh. Siz hansı vəziyyətdəsiniz, siz hansı haldasınız? Bax, bu qad ya'lamu ma entum aleyh təxmin bu mənadadır. Siz nə vəziyyətdəsiniz? Vallahu bi kulli şeyin alim. Nur surəsi 64-dür. Allah hər bir şeyə alimdir. Bil ki, ümumi məna belədir. Şübhəsiz göylərdə və yerdə olanlar Allahın həqiqi mülküdür. Şübhəsiz o sizin durumunuzu bilir. Yəni sizin durumunuzu bilir ki, hansı vəziyyətdəsiniz. Allah hər şeyi biləndir. 8. Vallahu ya'lamu və Allah bilir ma fi qulubikum, sizin qəlblərinizdəkin. Və kənallahu alimən halimə və Allah əlimdir və həlimdir. Ümumi məna belədir. Allah sizin qəlblərinizdəkin bilir və Allah həmişə biləndir və həlimdir. 9. İnnallaha alimun. Həqiqətən Allah alimdir. Nəyə? Qaybis səmavati vəl ard. Göylərin və yerin qeybinə. İnnəhu, həqiqətən o, alimun bizatis sudur. Sinələrinizdəki olanın bilir. Sinələrinizdə nə varsa, nə gizlətmişsinizsə, onu bilir. Ümumi məna belədir. Həqiqətən Allah göylərdə və yerdə olanların qeybini bilir. Şübhəsiz o, sinələrdə olanı da bilir. Bəli, dərsimizin 10-cu ayəsi Hədid surəsi 3. Vəl-əvvəlu vəl-əxiru vəl-zahiru vəl-batini. Odur, əvvəl, axır, zahir və batin. Allaha məxsusdur. Və o bi kulli şeyin alim və o hər bir şeyi bilir. O əvvəldir, axırdır, aşkardır və gizlidir. O hər şeyi biləndir. Bəli. Dəyərli dostlar, çatdıq dərsimizin sonuna. Gələn dərslərdə görüşmək ümidi ilə hər birinizi uca və əzəmətli Rəbbimə əmanət edirəm. Sağ olun, sağlıqla qalın.